Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Tek Nəsli podkastının növbəti sayında sizlərlə bərabərik. Bugün Tek Nəsli proqramında mən Xəyalə Fətullayeva və mən Şəbnəm Məmmədova sizlərlə bərabərik. Qeyd edim ki, Tek Nəsli podkastına siz 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də Women in Tech təşkilatının birgə əməkdaşlığı çərçivəsində baxırsınız. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Daha çox xanımların bu sahədə gördüyü maarifləndirmə işlərindən çox maraqlı bir qonağımız var. Mən istərdim Şəbnəm onu sizlərə təqdim etsin. Nigar Həsənlidir bizim bugünkü qonağımız. Nigar xanım Matrix Akademiyanın rəhbəridir. Sizi xoş gördük burada. Elə ilkin sualda mən sizə vermək istəyirəm. Necə oldu ümumiyyətlə Tex sahəsində bir kurs açmaq istədiniz və ümumiyyətlə bu istiqamətdə yola çıxandan sonra proseslər necə cərəyan elədi? Çox sağ olun. Ümumiyyətlə belə deyim, özüm kompüter sahəsi bitirmişəm. Yəni təhsilim tək yönümlü olub və artıq iş sektoruna başladıqdan sonra ümumiyyətlə biznes ideyası, biznes qurmaq buna həmişə həvəsim olub. Yəni özümün sahibkar olmaq da belə deyək. Sadəcə biznes ideyam tam olaraq yəni belə deyim də uşaqlıqdan bir xəyalım olmayıb ki, kursum olsun və yaxud da həmişə bununla bağlı olaraq. Yəni konkret bir hansı istiqamətdə biznes quracağımı bilmirdim başlayanda. Amma elə oldu ki, yəni normalda da biznes nə zaman ortaya çıxır problem olanda, o problemin həlli üçün mən deyərdim ki, bəzi kurslara başvurdum özüm təlimçi olaraq, Matrixdən öncə ki, yəni dərs deməklə bağlı olaraq, biliklərimi ötürməklə bağlı olaraq müşahidə etdiyim bəzi problemlər var idi ki, məsələn, gedirdim müsahibəyə, hansı ki, heç soruşmurlar ki, nə qədər experience-ım var, məsələn. Çünki bir sizə yəni təlimçi olmaq, mən düşünürəm ki, çox belə məsuliyyətli bir işdir. Çünki təkcə texniki experience kifayət eləmirdi. Pedaqoji olaraq da fəaliyyətin olmalıdır, bacarığın olmalıdır. Amma yəni qarşı tərəfindən bunun yoxlanılmaması, hər hansı bir belə deyim də texniki dərs təyin olunmadan, bir yəni demo dərs yoxlanılmadan və ya ən azından texniki suallar verilmədən instruktorun belə bu formada rahat işə qəbulu məni açıq narahat eləyirdi. Bir neçə yerə başvuru elədim. Yəni eyni prosesi digərlərində də görürdüm. Ona görə qərara gəldim ki, bəlkə elə özüm başlayım və bu periodda ümumiyyətlə yoldaşımın da belə bir ideyası oldu ki, yəni nəsə bir kurs və sair olsaydı mən özüm də tədris eləmək istəyirəm. Biz ikimiz də ümumiyyətlə tək yönümlüyük, yəni IT-ni bitirmişik. Elə bu tərəfdən yəni belə deyim başladıq birgə fəaliyyətə və Matrixi qurduq. Ümumiyyətlə Matrixin də mənası inkişaf edən mühit deməkdir Hindu dilindən tərcümədə. Həm də bildiyiniz kimi Matrix filmi də var, sırf belə deyim də teklə bağlı olaraq. Həm də ümumiyyətlə IT-də də bu anlayış var. Ona görə sırf bu adı seçmişəm. Yəni biznes ideyası bu formada formalaşdı. Vaxtilə bir otaqdan başlamışdı. Bir otaqlı bir ofisimiz var idi. Zamanla 3 otaqlı oldu. Ümumiyyətlə birinci ilk özümüzün ofisi deyildi. Başqa bir ofisdə, yəni sabicari olaraq başlamışdı. Amma zamanla artıq öz ofisimizin olduğu gün oldu. İndi hal-hazırda şəhərin mərkəzində 10 otaqlı ofisimiz var. Yəni bu formada inkişaf eləyə getdik. Günü bu gün də davam eləyirik bir sözlə. Çox maraqlıdır və ilham vericidir. Təbrik edirəm sizi uğurunuza görə. Mən sual vermək istəyirdim ki, Nigar xanım, Girls Code adlı bir təşəbbüs var. Bu təşəbbüslə Matrixin əlaqəsi nədir və ümumiyyətlə bu təşəbbüs haqqında istərdim ki, məlumat verərsiniz. Adından Girls olduğu üçün, yəni ki, burada daha çox xanımlara fokuslu bir community. Girls Code Azərbaycan platforması qadınların İKT-də inkişafına bağlı olan bir platformadır. Hansı ki, yəni indi bu dəqiqə düz IT-nin müxtəlif istiqamətlərində mən deyərəm ki, kifayət qədər xanımların sayı çoxdur, var. Women in Tech var, Feminist Digitalis var. Eynən, kifayət qədər buna bağlı olaraq belə deyim də müxtəlif təşəbbüslər üçün çalışan platformalar da var qeydlədiyiniz kimi. Amma yəni illər öncə bu belə deyildi və belə bir ümumiyyətlə mən deyərəm inisiativ var ki, sırf bu sahəyə kişilər üçündür. Günü bugün də biz bunu eşidirik əslində müxtəlif insanlardan. Bu sayədə yalnız belə deyim də kişilər daha uğurlu ola bilər, amma belə bir yəni belə deyim də əsaslanmış bir nəsə yoxdur mən deyərdim. Ona görə də biz də Girls Code Azərbaycan platformasını yaratmışıq ki, sırf qadınlara dəstək məqsədi ilə müxtəlif tədbirlər eləyirik, təqaüd proqramları eləyirik xanımlar üçün, hansı ki onlar təqaüd qazanıb Matrix Akademiyada öz təhsillərini davam elətdirirlər bu istiqamətdə və kifayət qədər də uğurlu bir karyera qura bilirlər, addımlar ata bilirlər. Yəni belə sırf bu məqsədlə yaradılmış bir platformadır Girls Code. Nigar xanım, özünüz dediniz ki, həm özünüz, həm yoldaşınız ümumiyyətlə IT təhsil almısınız. Ümumiyyətlə texnologiya indi həm də artıq dünya elə cərəyan edir ki,
Yəni IT bir texnologiyalar bir alətdir də, yəni hamı bunu necəsə öyrənməlidir. Ümumiyyətlə texnologiya sahəsinə marağı olan şəxslər, gənclər fərqi yoxdur. Yəni istənilən şəxs mütləq proqramlaşdırma dillərini bilməlidirmi və bilməlidirsə əgər bu cavab budursa, yəni necə başlamalıdır bu proses? Hansı dillərdən başlamalıdır? Yəni ümumi bir həm öz təcrübənizdən, həm ümumiyyətlə də yəni kursun təcrübəsindən bu sağlam yanaşmanı bizlə paylaşardınız. Mən belə deyərdim ki, əgər IT ümumiyyətlə geniş sahədə bilirsiniz, yəni fərqli istiqamətləri var, burada proqramlaşdırma da var, digər istiqamətlər də var. Əgər karyeranı sırf proqramlaşdırma istiqamətində qurmaq istəyirlərsə, bəli, hər hansısa bir dildən başlamalıdırlar, nədənsə başlamalıdırlar. Əsas burada belə deyim, önəmli olan məsələ birinci həvəslərinin olmalıdır ki, yəni həvəs şəkildə sırf yəni IT trenddir, burada gələcəyin sahəsidir, indinin inkişaf etmiş sahəsidir deyə karyera qurmamalıdırlar. Yəni çünki çoxu mən deyərdim ki, bu addımı səhv atır. Ki, məsələn, tanışlarım və ya da dostum developerdir, maddi olaraq bu istiqamətdə ümumiyyətlə də gəlir çox yaxşıdır. Mən də ona görə istəyirəm. Çünki hər bir sahə olduğu kimi bu sahədə mən deyərdim ki, kifayət qədər çox sevgi və əmək tələb eləyir və bu olmadıqda bir perioddan sonra o həvəs yarıda qalır. Və əgər proqramlaşdırmaya başlayırlarsa, təməl olaraq mən deməzdim ki, konkret məsələn Java-dan başlasınlar və ya da Python-dan başlasınlar. Bunu demək düzgün olmazdı, çünki bu bir seçim və zövq məsələsidir. Amma ən azından ixtiyari bir proqramlaşma dilini götürəcəklərsə, C++ və yaxud da fərqi yoxdur. Yəni hər hansı bir dil üzərindən alqoritm nədir, alqoritm yazmaq necə olur, ilkin kodlaşdırma bacarıqlarını belə ümumiləşdirsək, fundamental proqramlaşma biliklərini öyrənsinlər. Hansı ki, fundamental proqramlaşma bilikləri başlanğıcda öyrəndiyi o biliklər, yəni hansı sahədə, hansı istiqamətdə getməklərinə asılı olmayaraq onlara kömək olacaq, lazım olacaq. Yəni proqramlaşma belədir ki, bir dili öyrənəndən sonra zaten digərinə çevirmək, keçid eləmək daha rahat olur. Çünki core məntiq eynidir, sadəcə olaraq sintaksis fərqlənir, yəni. Nigar xanım, mən çox istərdim ki, ola bilsin ki, bizə hətta valideynlər baxa bilər, qarşısına çıxar bizim podkastımız. Mən istərdim ki, siz bizə açıqlayasınız. Burada hansı texnoloji sahələr var və hansı sahələrdə yetişən insanlar gələcəkdə kim olaraq işləyə bilərlər? Çünki mənim özümə şəxsən dəfələrlə belə bir suallar gəlibdi valideynlərin özündən ki, siz bu sahədə çalışırsınız, innovasiya texnologiya sahəsində, yaxınlardan falan. Ona görə bilirəm ki, bu sual əslində birbaşa valideynləri də, gəncləri yetişdirən valideynləri də narahat edir. Hansı sahələrdən hansı peşə sahibləri yaranır? Mən ümumiləşdirsəm, belə deyim, proqramlaşdırmanı və sonra belə deyim, sahələrə bölmüş olsam, deyərdim ki, burada front-end tərəfi var, back-end tərəfi var. Front-enddə çalışan gələcəkdə nə işləyəcək? Back-enddə işləyən gələcəkdə belə. Aydındır, daha belə deyim, detallı izah eləsəm. Məsələn, front-end developer olacaq, yəni front-end proqramçı olacaq bir şəxs saytların vizual görünüşünün kodlaşdırmasına məşğul olur. Yəni bu dəqiqədə deyərdim ki, ixtiyari bir şirkət, qurum, yəni saytı var. Yəni ki, biz daxil oluruq, ilkin təəssüratları oradan əldə edirik və rəqəmsallaşan dövrdə yaşayırıq da, yəni hər şey artıq digitaldır. Yəni front-end istiqaməti sırf front-end proqramçı bu işlərlə məşğul olur. Back-end tərəfi var ki, məsələn, layihələrin, ümumiyyətlə back proseslərin, hansı ki, o frontun arxasında duran back proseslərin proqramlaşdırmasına məşğuldur ki, məsələn, hər hansısa bir button və yaxud da menyu var, o menyuya klikdə nə baş versin backgroundda, bütün bu back proseslərin avtomatlaşdırılmasından, proqramlaşdırmasından back-end proqramçılar məşğul olurlar. Dillər olaraq, məsələn, C# proqramlaşma dilini öyrənib bu sahə üzrə getmək olar və yaxud da Java və yaxud da başqa dillər də var. Hərəsinin özünün proqramlaşma dilləri var. Yəni proqramlaşma dilləri çoxdur və bir çoxu ilə də eyni işi belə deyim də görmək olur, eyni nəticəni almaq olur belə deyək. Mobil tərəfi var, mobil proqramlaşdırma, hansı ki sırf Android development istiqaməti var, iOS development istiqaməti var ki, bu platformalara görə uyğunlaşdırır. Amma məsələn Flutter da var, hansı ki məsələn biz Flutter dilini öyrənib bir mobil layihə hazırlayırıq, hansı ki bunu Play Store, App Store qoya bilirik. Bu mobil layihə, yəni iki versiyada hazırlanırıq. Yəni biri var ki, Android proqramçı yalnız Android bilir, Play Store yükləyə bilir, belə deyim də, app onunla bağlı olaraq hazırlayıb və yaxud da iOS da iOS-u bilib App Store yükləyə bilir. Amma Flutter developerin hazırladığı proqram həm iOS üçün, həm də bəli, hər ikisi üçün onu öyrənmək daha sərfəli. Hal-hazırda tələbat olan sahələrdən biri deyərdim. Flutter'da database tərəfə getmiş olsaq, data istiqaməti hal-hazırda bildiyiniz kimi hər gün
gün milyonlarla, populyardır. milyardlarla, milyon Bəli. demək məncə az var çox. Data generasiya olduğu üçün, yarandığı üçün mən deyərdim ki, bu istiqamətdə iş imkanları da sürətli artır və mən deyərdim ki, son bir ildə xüsusilə data analitikaya, bu kimi sahələrə tələbat daha da çoxalıb. Burada başlayır, məsələn, SQL development tərəfi var ki, SQL developer belə izah edə bilərəm ki, bizə minlərlə, milyonlarla data verilir. Bizim sorğularımız, SQL vasitəsilə yazdığımız sorğular, relational databaselərdə gedir, belə deyək, müxtəlif reportlar çıxarır, hesabatlar formalaşdırır, hansı ki, bu hesabatlardan şirkətlər istifadə edib müxtəlif, belə deyək də, qərarlar verə bilirlər, müxtəlif nəticələr əldə edə bilirik, data analitika vasitəsilə müxtəlif insightlar çıxara bilirik ortaya və yaxud da... Sadə dildə desək, SQL bizim şirkətin topladığı dataları düzgün idarə olub, düzgün qərarlar verməkdir. üçün yerləşdirir, belə deyək, o sistemdir, haradakı onlar düzgün yerləşdirilir və düzgün istifadə üçün hazırlanır. Onlar düzgün yerləşdirilir deməzdik ki, yəni belə deyərim ki, çoxlu şəkildə biz datanı yığırıq müxtəlif, belə deyək, table'larda. Ondan sonra o datadan şirkətin daha da inkişafı üçün, daha düzgün addımlar, strateji qərarlar verməsi üçün istifadə edib düzgün qərarlar bir növ ala bilirik. Belə misal göstərə bilərəm ki, tutalım ki, hər hansısa bir böyük bir marketdir və database var, müxtəlif kateqoriya məhsullar gətirir. O son bir illik analizlərini edib deyə bilər ki, məsələn, mənim hansı kateqoriyada məhsullarım daha az satışı var, yəni mənfəət əldə edə bilmirəm, növbəti il o kateqoriya məhsuldan daha az sifariş edib sata bilər. Bu da həmin şirkətin daha az zərərlə illi, belə deyim, baş vurmasına gətirib çıxara bilər. Bir də məsələn, data science istiqaməti var, hansı ki, bu da gələcəyi proqnozlaşdırır, hansı ki, bizə yenə də data verilib, əlimizdə data var, amma gələcəyi proqnozlaşdırıb düzgün qərarlar verə bilirik ki, məsələn, tutalım, keçmişə qayıtsaq koronavirus dövründən, məsələn, koronavirus olduğu ildə olan data əsasında qərar vermək olar ki, məsələn, 2030-cu ildə əgər bu hadisə təkrarlanmış olsa, bütün ölkələr üzrə nə qədər, tutalım ki, ölüm olacaq, sağalma olacaq, yəni ehtimalı öncədən əldə edə bilirik data vasitəsilə. Yəni, hal-hazırda mən deyərdim ki, elə bir dövrə çatmışıq ki, məsələn, əvvəl fundamental olaraq hər kəsdən MS Office tələb olunursa, bilik, indi SQL də Excel-dən sonra ikinci bir requirement kimi, tələb kimi qoyulub deyə düşünürəm. Data analitiklə SQL-dən sonra belə başlayım ki, SQL bazadır, onu bilmək önəmlidir. SQL-dən sonra hansı proqramlar var? Ümumiyyətlə, belə... R, Tableau kimi proqramlar var. Hansı daha belə deyək, geniş yayılmışdır və bayaq dediniz o flat kimi hansını öyrənmək daha sərfəlidir? Okey. Belə deyim, SQL developer olmaq istəyirsə, SQL proqramçı olmaq istəyirsə, SQL-i bilməliyik. Data analitik də SQL-i bilməlidir. Data scientist üçün çox da elə bir tələb yoxdur, amma mən deyərdim ki, Azərbaycanda olan databaselərdən, verilənlər bazasından əksəriyyəti relational database, yəni əlaqəli şəkildə dataların yerləşdiyi database olduğu üçün müəyyən qədər SQL biliklərinin olmağı yəni üstünlükdür. Data analitikada başqa toollar var. Məsələn, siz də adlarını çəkdiniz. Bəli, var Tableau və yaxud da Power BI var, hansı ki, vizuallaşdırma tooludur. Yəni ki, biri var, biz dataya sadəcə o rəqəmlər formasında baxırıq. Bir də var ki, biz o rəqəmləri, o belə deyim də, datanı ötürürük müəyyən diaqramlara, chartlara, daha vizual, məsələn, əks etdirə bilirik illik gəlirimizi, hansı ayları üzrə, müxtəlif kateqoriyalar üzrə. Bunun üçün, bəli, vizuallaşdırma alətlərindən bilməliyik. ClickSense var, Power BI var, bir də, məsələn, Tableau var, Azərbaycanda istifadə olunur bunlar. Ən çox yayılmış olanı, mən deyərdim ki, Power BI-dir. Dil olaraq, proqramlaşma dili olaraq R və Python dili ümumiyyətlə istifadə olunur data analitikada da, data science-də də belə deyək. Data analitikada sırf daha çox yayılanı Python dilidir və daha çox üstünlük veriləni də Python dilidir. Mən deyərdim, R daha çox statistik dil kimi tanınır. Azərbaycanda da istifadə olunur, amma daha geniş miqyaslı Python'dır. Bu sayədə son sualımı verib sonra Şəbnəmə ötürəcəm. Data analitika ilə data scientisti belə fərqini izah etsək, siz necə deyərdiniz? Belə deyək, data analitika sırf mövcud datadan istifadə eləyib müəyyən insightlar, rəqəmlər, nəticələr çıxarır indi üçün. Amma və belə deyək də, data science də hər hansısa bir produkt ortaya çıxmadan belə proqnoz verə bilirik ki, o produkt nə dərəcədə necə deyim, yararlı olacaq, effektiv olacaq. Yəni data science-in machine learning AI-ya aiddir ümumilikdə. Yəni modellər əsasında daha düzgün qərarlar biz verə bilirik ki, yəni məsələn hər hansısa bir məhsul çıxarılarsa və ya nəsə bir şey baş verərsə, bu nə dərəcədə effektiv olacaq? Bu məhsula məsələn maliyyə qoymağa dəyərmi yoxsa yox? Data science-də daha çox istifadə olunan dil Python dilidir. Ümumiyyətlə data science istiqamətində gedilirsə, belə deyim, gələcək karyerada o istiqamət seçilibsə, riyazi biliklərə çox yaxşı olmalıdır. Çünki oradakı o machine learning modelləri, hansı ki bu qərarları analiz edib verən modellər üçün müxtəlif riyazi biliklər tələb olunur.
o baxımdan. Nigar xanım, əslində deyirsiniz müəyyən bu biznes menecment oxuyanda bu statistikanın texnikalarını keçəndə xatırlayıram və ən sevmədiyim dönəm idi, yəni səmimi deyə bilərəm öz adıma. Mən daha çox texnologiya və trendləri istərdim biz müzakirə edək. Yəni dünya çox sürətlə dəyişir və bu adını belə müzakirə etdiyimiz texniki məqamlardan əlavə, amma daha belə vizyon baxsaq, yəni daha uzağa getsək, yəni müxtəlif trendlər var, hansı ki, yəni süni intellekt olsun, onun gətirdiyi müxtəlif yeni yanaşmalar. Yəni bunlar sizin ümumiyyətlə silabuslarda, ümumiyyətlə bu kursun özünün mövzularına necəsə sirayət edirmi? Bəli, məsələn, xüsusilə data yönümlü, data science-da biz süni intellekti daxil eləmişik. Süni intellekt ümumiyyətlə genişdir, yəni tam deyə bilmərəm ki, biz onu əhatə eləyirik. Amma məsələn, machine learning tərəfi, maşın öyrənimi sırf süni intellektin bir qoludur və biz bunu daxil eləmişik. İllər əvvəl təbii ki, yox idi. 1-3 il, 2 il əvvəl bizə data science ümumiyyətlə tədris olunmurdu. Amma belə deyək ki, Azərbaycanda da demək olar ki, data scientist yox idi. Amma artıq günü-gündən bu istiqamətdə olan vakansiyaların da sayı artır. O baxımdan sırf data science istiqamətində biz bunu bəli silabuslarımıza daxil eləmişik. Və texnologiya o qədər sürətli inkişaf edir ki, bəzən məsələn bir il bundan öncə üçün aktual olan toollar bir il sonra aktuallığını itirir həqiqətən də və yaxud da daha yeni toollar çıxır, onlara inteqrasiya olunması lazım olur. Ona görə də biz özümüz də məsələn illik olaraq ildə bir neçə dəfə silabusların dəyişilməsinə belə deyim də üstünlük veririk. Çünki nəticə etibarilə elə mütəxəssislər yetişdirməliyik ki, tələbat olsun. Yəni o baxımdan yəni data science-də, xüsusilə buna data science-da yəni AI daxil eləmişik. AI hal-hazırda bizə yalnız bir silabusda aiddir, o da data science-dir. Amma digər istiqamətlərdə də back-end olsun, front olsun və yaxud da mobile olsun, əsas trend olan texnologiyalara, tələbat olan texnologiyalara baxırıq ki, hansılar daha çox tələb olunursa, həm yerli bazarda, həm qlobal bazarda, onları biz silabuslarımızı sürətli yeniləyib, yəni əlavə eləyək. Çünki bu çox önəmlidir ki, yəni yeni bu sahəni öyrənən şəxs ona lazım olan toolları öyrənməlidir. Çünki nəticə etibarilə əslində bu dəqiqə öyrənməyimiz üçün resurs çoxdur. Yəni bunun üçün kifayət qədər onlayn platformalar, yəni Google, yəni çoxdur resurs. Amma hardan, necə, nə formada başlamaq, yəni mən düşünürəm ki, kurslar da zaten buna görə var ki, ən doğru olanı ən tez zamanda, qısa müddətli, yəni yetişdirmək istədiyi mütəxəssisə ötürsün və ona uyğun olaraq da yetişdirsin mütəxəssisi. Nigar xanım, mən bir sual vermək istəyirəm. Əminəm ki, hər kəsə bu maraqlı olacaq. Bizim bayaq sadaladınız və dediniz ki, hansı istiqamətdə, nə cür çalışmaq olar. İlk sualım budur ki, Azərbaycanda sadalanılan bu texniki sahələrdən hansına daha çox tələbat var? Bu birinci sualımdır. İkinci sualım da odur ki, hansı mütəxəssisin daha çox pul qazanmaq şansı var? Belə deyim, tələbat dediyim, yəni bu saydıqlarımın əslində hər birində tələbat var ki, biz bunu, yəni tələbat olduğu üçün əslində belə deyim də tədris edirik. Sadəcə o ağırlıq məsələsi var ki, hansı məsələn back-end istiqamətində texnologiyalar daha çoxdur. Yəni back-end öyrənən biri əslində database-də öyrənməlidir, müəyyən qədər SQL biliyi də olmalıdır, orada başqa framework bilikləri də olmalıdır. Yəni daha çox tool bilməlidir, daha çox biliklərə malik olmalıdır. Frontda da həmçinin müxtəlif frameworklər var və s. Mən deyərəm ki, data çox aktual olduğu üçün son illərdə, bəlkə də özümün background daha çox datada olduğu üçün bunu müşahidə edirəm, daha çox izlədiyimə görə bilməm. Yəni data yönümlü, xüsusilə data analitika deyərdim. Azərbaycanda da vakansiya çoxdur artıb və dünyada da yəni çoxdur. Yəni tələbatın çox olduğu sahədir deyə düşünürəm. Amma belə Flutter olsun və yaxud da yəni bu saydıqlarım əslində hər birinə tələbat kifayət qədər var. Digər sualınıza gəldikdə isə mən həmişə adətən öyrənənlər də bu sual verir, yəni tezə başlayır. Çünki hamıya maraqlıdır. Hamı istəyir ki, harada çox pul verirlər, onu Eynən razıyam. Amma mən belə düşünürəm ki, ümumiyyətlə hansı sahədə olursan ol, yəni IT olsun bu və yaxud da qeyri-IT sahəsi olsun, fərqi yoxdur. Öz sahənin həqiqətən də peşəkarsansa, yaxşısansa o sahədə, mən deyirəm ki, o sənə yəni əvvəl-axır o istədiyin pozisiyamı deyim, məbləğəmi deyim, gəlirə gətirəcək deyə düşünürəm. Çünki biz özümüz də hər hansı bir xidmətdən istifadə edəndə məncə ən yaxşısını axtarırıq da ki, alaq yəni. Bu da belədir. İstər şirkətlər olsun, mütəxəssis
axtarırsa, əməkdaş axtarırsa, niyə o qədər bəs intervyulara zaman ayrılır, HR-lar qəbul şöbəsinə cəlb olunur. Sırf həqiqətən də ən yaxşı namizəd, mütəxəssis kimdirsə onlarla işləməyə çalışılır. Yəni bir növ rəqabət də var. Yəni maaşlar fərqlidir. Aşağı-yuxarı düz istiqamətlər üzrə eynidir başlanğıc olaraq. Amma məsələn baxır ki, siz nə dərəcədə yaxşı həqiqətən o sahənin biliklərə maliksiniz, yəni seniorsunuz və ya da pozisiondan da bu asılıdır şirkətlərdən asılı olaraq. Bir də məsələn bu deyə bilirsiniz, remote iş imkanları da kifayət qədər çoxalıb. Yəni Azərbaycandan da kifayət qədər remote işləyən proqramçı var, mütəxəssis var ki, onlar elə burada ola-ola, yəni kifayət qədər gəlir qazana bilirlər. Yəni AZN-lə deyil də dollar və evro ilə, yəni əldə edə bilirlər. Mənə nəsə elə həmişə gəlib ki, süni intellekt mütəxəssisləri və kiber təhlükəsizlik mütəxəssisləri onlar daha çox pul qazanan mütəxəssislərdir. Bilmirəm bu belədir yoxsa bir stereotipdir. Eyni sırf kiber təhlükəsizliklə bağlı olaraq nəsə deyə bilməyəcəm. Çünki o istiqamət tam bizim sahədə deyil. Yəni tədris istiqamətlərimizdə olmadığı üçün. Bəli, amma məsələn database tərəfdə var DBA tərəfi, database adminlər tərəfi. Düzdür, deməzdim ki, dəhşətli dərəcədə çox tələbat var, amma tələbat olan bir sahədə ümumiyyətlə. Amma sırf yəni nə dərəcədə vakansiya açılır. Mən data analitiklə müqayisədə təbii ki, deyirəm ki, daha az açılır vakansiyalar. Məsələn, amma DBA-lərin gəlirləri kifayət qədər yaxşı olur. Yəni 10 mindən çox olur deyərdim. Hətta aylıq olaraq Azərbaycanda elə çox yaxşı DBA-dən söhbət gedir. Yəni yəqin ki, biz izləyənlər bundan sonra araşdıracaqlar ki, görüm orada. Çünki orada yəni məsuliyyət məsələləri var, bütün database security, hər şey yəni onlardan asılı olduğu üçün bu formadadır. Nigar xanım, çox sağ olun, çox maraqlı söhbət alınır və son sualımızı vermək istəyirəm bugün üçün. Dediniz ki, ümumiyyətlə bu sahəyə, bu kursu quranda və s. əsas motivasiya nöqtələrinizdən biri həm də sahibkar olmaq istəyirdiniz. Yəni qadın sahibkar olmaq necədir, çətindir, yəni hansı maraqlı məqamları var, paylaşardınız bizim izləyicilərimizlə. Yəni nə sizi motivasiya edir, hərdən hər şeyi bağlayıb getmək istəyəndə nə sizi saxlayır, bu məqamlara toxunardınız. Mən deyərdim ki, asan deyil, təbii ki, asan deyil. Ona əminliklə deyə bilərəm. Yəni ki, qadın sahibkarlar, ümumiyyətlə sahibkarlar başa düşür nə demək istəyirəmsə. Çünki məsələn, mən başqa şirkətlərdə də işləmişəm, işçi olaraq çalışmışam. Yəni fərqli baxış açısından əslində o experience mənə çox kömək olub burada da deyərdim. Yəni deyərdim ki, 9-6 və yaxud da 8-5 iş rejimin olmur. Yəni çətin tərəfləri budur ki, yəni sən 24 saat mən deyərdim ki, işləyirsən, işləməlisən. Amma digər tərəfdən də o siz deyirsiniz, yəni nə zaman bağlayıb getmək istəyir, nə saxlayır. Mən deyərdim ki, yaratdığım brendə olan sevgin, yəni mənə görə elədir ki, hər an ağlındadır, hər an yəni nəsə düşünürsən ki, necə edim ki, daha yaxşı olsun, necə edim ki, bu problemi həll edeyim və iş nə qədər çox olmağından asılı olmayaraq, mən deyərəm ki, əgər yaratdığım bir brendə sevgin varsa, həqiqətən də onu, yəni sırf maddiyyata görə və başqa bir nəyəsə görə yaratmamısansa, həqiqətən də istəyərəkdən yaratmısansa, o belə deyək də, o passion insanda varsa, mən deyərdim ki, hansı çətinliklə üzləşirsən, üzləş, mən deyərdim ki, yenidən ayağa qalxıb davam eləyirsən yəni. Çünki o nüanslar olur. Amma başqa bir şirkətdə çalışdığın zaman sənin sadəcə olaraq sənin vəzifə öhdəliklərindən belə deyək, məsuliyyətlisən, öz vəzifə öhdəliklərini yerinə yetirməlisən. Burada mən deyərdim ki, vəzifə öhdəliyi çoxdur, məsuliyyət çoxdur. Sən özündə fikirləşirsən, komandanda fikirləşirsən. Ümumiyyətlə belə deyək də, sənin yaratdığın şirkətlə, brendlə bağlı olaraq olan hər hansı bir xırda bir nüans belə gəlir sənə çatır və sən onu həll eləməlisən. Yəni hər şeydən belə deyək də, məsuliyyət daşıyan sənsən. Bu məsuliyyətin yükü mən deyərdim ki, ağırdır, çətindir. Amma yenə də onu demək istəyirəm ki, sevdiyin işi görürsənsə, ona məşğulsansa, həqiqətən də zövq verir. Bəzən məndə olub ki, 10 saat işləmişəm. Gecə 3-də məsələn ofisdən çıxdığım vaxt olub. Amma yəni deyinə çıxmamışam da bu vaxta qədər işləmək varmı? Bu yəni fikirlə çıxmamışam, aydındır. Mən deyərdim ki, birinci punkt burada işinə olan sevgi. Yəni mənim üçün bu çox önəmlidir. Yəni məni motivasiya edən budur, yəni. Əla, çox sağ olun Nigar xanım. Çox informativ bir bugün görüş oldu. Təşəkkür edirik gəldiyiniz üçün. Biz isə daha bir podkastımızın sonuna çatdıq. Bizi izləyən hər kəsə öz təşəkkürümüzü bildiririk və mən sonunda bir daha qeyd etmək istəyirəm ki, Teknəsli podkastına 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də Women in Tech təşkilatının birgə əməkdaşlığı çərçivəsində baxırsınız. Hər zaman olduğu kimi yenə də vurğulayıram, bizə kommentlərdə yazın, hansı topikləri
innovasiya texnologiyası sahəsində hansı mövzu sizə maraqlıdırsa, şərh bölməsinə qeyd edin və biz növbəti buraxılışlarımızda mütləq o topiklərə, mövzulara toxunaq. Çox sağ olun. Sağ olun.